Hansı xüsusiyyətlər horizontallara aid deyil? Horizontallar eyni mütləq hündürlük nöqtələrə birləşən xəttlərə horizontal deyilir. Mütləq hündürlük nədir? Okean səviyyəsindən 0 metrin hesablanan hündürlüyə mütləq hündürlük deyilir. Bu horizontallardır. Eyni mütləq hündürlüyə malik nöqtələr birləşdirir. Düzdür. Aid deyillər soruşur. Doğrudur. İki qonşu horizontal arasında yüksəklik fərqi kəsmə yüksəkliyi. Bəli. 10 da 20. Bunlar arasındakı fərq kəsmə yüksəkliyi bərabərdir 10 metr. Bu da doğrudur. Horizontal relyef təsvir etmək üçün istifadə olunur. Bu da doğrudur. Birləşdiriklər mütləq hündürlüyü göstərir. Bu yanlışdır. Yəni test üçün bu doğrudur. Birləşdiriklər axın istiqamətini və yaxud da ki, həmin ərazinin çökəkliyi və təpə olduğunu göstərir. Birləşdirik içəridirsə çökəklik, birləşdirik çölədirsə təpə olacaq. Sıx çəkilən ərazidə yamacın meyilliyi çoxdur. Əlbəttə ki, sıx çəkilən ərazilərdə nə qədər horizontal sıxdırsa, orada meyillilik daha çoxdur. Aşağıda ifadələr hansı doğru deyil? Yamacının dikliyi artdıqca horizontal arasında sıxlıq artır. Bəli, diklik nə qədər artır, horizontal arasında sıxlıq daha artır. Deyil olan soruşur. Bu doğrudur. Yamacın dikliyi artdıqca horizontal arasında məsafə artır. Yamacın dikliyi artdıqca horizontal arasında məsafə azalır. Bu doğrudur, yəni səhvdir. Doğru olmayan soruş. Yamacın dikliyi nə qədər artırsa, orada horizontal arasında məsafə azalır. Planda iki qonşu horizontal arasında yüksəklik fərq kəsmə yüksəkliyi deyilir. Bu da doğrudur. Birləşdirilmiş ucları yamacın enmə istiqamət göstərir. Doğrudur. Niveller vasitəsilə nisbi hündürlük ölçülür. Bu da doğrudur. Əgər birləşdirik çölədirsə, enmə istiqamətin. Yəni, yuxarıdan aşağı doğru enir. Birləşdirik içəridirsə, deyək ki, yuxarıdan aşağı doğru enir. Yəni, çökəklikdir. Çölə olan, yəni təpədir. Doğru olmayan fikir müəyyən edir. Burada bir horizontallar çəkilib. Horizontal məntəqələr var. M, K məntəqələri. Bu hissə, yəni bu çəkdiyim horizontallar təpəni göstərir. Nədən bilirik? Çünki birləşdiriklər çölə doğrudur. Birləşdirik çölə doğrudursa, deyik, uc istiqamət onun enmə istiqamətini göstərir. Deməli, bu təpədir. N məntəqəsi yerləşir ikinci horizontal üzərində. M məntəqəsi yerləşir yenə ikinci horizontal üzərində. Amma bu təpədir, çünki birləşdiriklər çölədir. Ucu deyirik ki, enmə istiqamətini göstərir. N məntəqələr arasında müşahidəçilər okean səviyyəsi eyni hündürlükdə deyirlər. Bəli, ikisi də ikinci horizontal. 2, bu da 2. Bu doğrudur. Doğru olmayan soruş. M məntəqələri dağın müxtəlif yamacında yerləşir. Bəli, biri bu yamacdadır, biri cənub yamacında, biri şimal yamacında. Bu da doğrudur. M məntəqələri arasında müşahidəsi bir-birini görə bilməzdir. Bəli, təpənin biri şimal istiqamətində yamacında, biri cənub. Bu da doğrudur. M məntəqəsində yerləşdiyi yamac daha meyillidir. Baxın, horizontallar sıxdır. Daha meyilli yox, daha dikdir. Bu olacaq doğru cavab. Yəni, doğru olmayan soruş. M məntəqələr mütləq hündürlüyü eyni olub, dağın eyni yamacında daha meyillidir. Daha meyillidir. Düzdür, daha meyillidir. Daha çox meyillidir deməkdir. Bu doğrudur. M məntəqələri arasında mütləq hündürlük eyni olub, dağın eyni yamacında yerləşir. Bəli, eyni yamacı yox, müxtəlif yamaclarında yerləşir. Bu doğrudur. Daha meyillidir, yəni dik deməkdir. Bu doğru. D variantı doğru. Y variantı səhvdir.